Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Sentyabrın 29-da infarktdan vəfat edən əməkdar artist Cabir İmanovun 2 il əvvəl çəkildiyi reklam müzakirələrə səbəb olub. Mətbuat az xatırladır ki, 49 yaşında vəfat edən məşhur səhnə ustası sağlığında bir çox reklam firmaları ilə əməkdaşlıq edib. Onun ən uğurlu işlərindən biri əməkdar artist Bəhram Bağırzadə ilə çəkildiyi reklam olub. Cabir Bəhram cütlüyü həmin reklamda Slavyan ənənəsi ilə hazırlanmış süd məhsullarını tanıdır. Qeyd edək ki, bu reklam hazırda metro stansiyalarının divarlarını əbəzəyir. Hər gün yüz minlərlə insan mərhum aktyorun çəkildiyi fotonu görür. Bəzi sosial şəbəkə iştirakçıları isə bu reklamın bir o qədər də xoş qarşılanmadığı qənaətindədirlər. Onlar hesab edirlər ki, həmin reklam dərhal metro stansiyalarından yığışdırılmalıdır. Müzakirələrdə iştirak edən insanlar dünyadan köçmüş adamın insanları alış-verişə təşviq etməsinin doğru olmadığını düşünürlər. Hətta həmin məhsullar insan sağlamlığı üçün faydalı olsaydı, Cabir qəfildən vəfat etməzdi məzmunlu şərhlər yazanlar da olub.